Bugün sizlərə Vəlizadə Əli Qəyyumoğlu haqqında danışmaq bizim üçün böyük şərəf və məsuliyyətdir. O, ümummilli lider Heydər Əliyev zəngin və müqəddəs irsinin gələcək nəsillərə çatdırılmasını böyük sevgi, dərin ehtiram və məsuliyyət hissi ilə həyata keçirən ziyalı və ictimai xadimdir. Bu ali missiya onun fəaliyyətinin əsas istiqamətini təşkil edir və hər zaman böyük fədakarlıqla icra olunur. Vəlizadə Əli Qəyyumoğlu Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli dəyərlərin qorunması və cəmiyyətin maarifləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. O, ulu öndərin müəyyən etdiyi inkişaf yoluna sadiq qalaraq bu ideyaların yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi üçün yorulmadan çalışır. Televiziya kanalı təsisçisi kimi onun əsas məqsədi yalnız informasiya çatdırmaq deyil, eyni zamanda cəmiyyətin həqiqi səsinə çevrilməkdir. O, xüsusilə şəhid ailələrinin, qazilərin, kimsəsiz insanların və sosial qayğıya ehtiyacı olan vətəndaşların problemlərini işıqlandırmağı özünün mənəvi borcu hesab edir. Onun üçün hər bir şəhid ailəsi müqəddəs bir dəyər, hər bir insanın dərdi isə şəxsi məsuliyyət mövzusudur. Vəlizadə Əli Qəyyumoğlu daim kimsəsizlərin yanında olmağı, onların problemlərinə biganə qalmamağı və cəmiyyətin sosial ədalət hissinin güclənməsinə töhfə verməyi həyat prinsipinə çevirmişdir. Onun fəaliyyəti yalnız peşəkar iş deyil, həm də yüksək insani dəyərlərin təzahürüdür. O, dövlətinə sadiq, Azərbaycanın inkişafına ürəkdən inanan və bu yolda ölkə rəhbərliyinə dəstəyini daim ifadə edən vətəndaşdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirir və bu siyasətin ölkənin gələcəyi üçün mühüm rol oynadığına inanır. Bu gün Vəlizadə Əli Qəyyumoğlu kimi şəxslərin fəaliyyəti cəmiyyət üçün böyük örnəkdir. Onun gördüyü, həyata keçirdiyi layihələr və göstərdiyi sosial həssaslıq bir daha sübut edir ki, xalqa xidmət ən uca dəyər, insanlıq isə ən böyük missiyadır.